Xəbər verdiyimiz kimi, bugün Ana Vətən Partiyasının qurultayında Fəzail Ağamalı və övladları arasında gərginlik yaşanıb. Qalmaqala səbəb Günay Ağamalı ilə Elçin Ağamalının partiya sədrliyi postluğunun mübarizəsi və Fəzail Ağamalının qızını dəstəkləməsidir. Fəzail Ağamalı istefa vermədiyini mətbuata açıqlasa da, onun qurultay üzvləri ilə vidalaşdığı görüntülərdə öz əksini tapıb. Sədri olaraq rəsmi şəkildə istefa verdiyimi bəyan edirəm. Hadisədən sonra Günay Ağamalı da bəyanat yayaraq atasının istefa vermədiyini bildirib və məlumatların əsassız olduğunu vurğulayıb. Ana Vətən Partiyasının bugün keçirilən qurultayında mən yeni sədr seçildim. Bununla bağlı əlimdə görüntülü faktlar var. Bu sözləri Ana Vətən Partiyasının sabiq sədri Fəzail Ağamalının oğlu Elçin Ağamalı bildirib. O, Ana Vətən Partiyasının qurultayında böyük səslə qalib gəldiyini deyib. Üçüncü təklif Elçin Ağamalının Ana Vətən Partiyasının sədri seçilməsi. Heç kim, hətta atam və deputat bacım belə mənim hüquqlarımı tapdalaya bilməz. Ana Vətən Partiyasının yeni sədri mənəm. Bununla bağlı sənədlər də hazırlanır və Ədliyyə Nazirinə təqdim olunacaq. Əgər atam və bacım Günay Ağamalı tərəfindən mənim legitimliyimi şübhə altına alacaq addımlar atılsa, o zaman onlarla bağlı Ədliyyə Nazirinə və məhkəmələrə müraciət edəcəm. 35 ildə adam bu partiya üçün yapmamış bir adamdır.